Salam, hörmətli müdavimlər, hörmətli müəllimlər və hörmətli abituriyentlər. Mən Gülər Müzəffərova çalışacağım həftədə 2 dəfə tarix, həm Azərbaycan tarixi, həm ümumi tarix üzrə müəyyən mövzuların izahını verim və az da varsa həm sertifikasiya üçün, həm işə qəbul üçün, həm də abituriyentlərin hazırlığı üçün köməklik göstərim. Məlum olduğu kimi tarix elmi 4 inkişaf mərhələsinə bölünür. İbtidai icma quruluşu, quldarlıq quruluşu, feodalizm quruluşu və kapitalizm quruluşuna. İbtidai icma quruluşu insanların yaşamış olduğu ən uzun müddətli quruluşdur. Özü bölünəcək 3 dövrə: daş dövrü, tunç dövrü və dəmir dövrü. Məlum olduğu kimi insanların istifadə etdikləri əmək alətlərinin materiallarına əsasən bu cür bölgü apardıq. Daş dövrü özü bir neçə hissəyə ayrılır. Qədim daş yaxud çobud daş dövrü adlanan paleolit dövrü, mezolit dövrü və ya orta daş dövrü adlandırdığımız yonma daş dövrü, yeni daş dövrü neolit və ya cilalı daş dövrü və sonuncu eneolit dövrü adlanan dövr bu hesab olunur ki, daş dövründən metal dövrünə keçiddir. Alt paleolit dövrü, yəni paleolit özü 3 mərhələyə ayrılacaq: alt paleolit, orta və üst paleolit dövrlərinə. Alt paleolit dövrü ilk insanın yaranmasından 100 min il öncəyə qədər olan dövrü əhatə edir. Orta paleolit dövrü 100 min il öncədən başlayır, 35-ci minilliyə qədər olan dövrü əhatə edəcək. Üst paleolit isə 35-ci minillikdən başlayaraq 12-ci minilliyə qədər olan dövrü əhatə edir. Alt paleolit dövründə nələrlə yadda qaldı? İlk növbədə bacarıqlı insanın meydana gəlməsi ilə. Bacarıqlı insan deyirik çünki o 2 ayaq üzərində hərəkət etməyi bacarır, sadə işlər görməyi bacarır. Əsasən əlinin altında olan materiallardan, daşdan, ağacdan və sümükdən əmək alətləri, yəni sivri daş, yerqazan çubuq və dəyənəyi hazırlamağı bacarır. Azərbaycan ərazisində ən qədim tapıntı Azıq mağarasıdır. Azıq mağarası qədimliyinə görə dünyada 4-cü tapıntıdır. Məlum olduğu kimi Quruçay vadisinə tapılıb. Məhz bu səbəbdən də biz alt paleolit dövrünə Azərbaycanda həm də Quruçay mədəniyyəti deyirik. Quruçay mədəniyyəti yaxud Azıq mağarası Qarabağ bölgəsinin cənub-şərq yamacında, Füzuli şəhəri yaxınlığında, Xocavənd rayonu ərazisində tapılmışdır. Mağaranın ən qədim təbəqələrindən adi çaydaşlardan çox çətinliklə fərqlənən, çəkisi 4-5 kiloqram olan çobud çapma daş alətləri, əl çapacaqları, ərsinlər və digər alətlər tapılmışdır. Eyni zamanda Azıq mağarasında nəsli kəsilmiş müxtəlif vəhşi heyvan sümüklərinə rast gəlinibdir. Alt paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana çıxacaq. Bu əmək alətləri artıq çaxmaq daşı və dəvəgözü daşından hazırlanmışdır. 20 illik bir araşdırmanın sonunda 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən müəyyən tapıntılar da əlavə olunacaq. Bunlar askantrop yaxud azıq adamı adlanan 18-22 yaşlı bir qadının alt çənə sümüyüdür, hansı ki o 350-400 min öncə yaşamışdı. Eyni zamanda burada ay kələləri üzərində müəyyən işarələr çizilib və bu sadə dini ayinlərin və totemlərin, yəni heyvanlara inamın yaranması ilə bağlıdır. Və Azıq mağarasında uzun illər heç sönməmiş 700 min il öncəyə aid olan ocaq izləri tapılmışdır. Əlbəttə, heç sönməməsindən məlum olur ki, insan odu yandırmağı bacarmırdı. Bu səbəbdən də sönməyə qoymadı. Demək ki, qədim dövrdə, yəni alt paleolit dövründə insanlar təbii odla tanış idilər. Ulu icma meydana gəlir. Ulu icma ilk insan kollektividir, yaxud da insan sürüsü də adlandıra bilərik bunu. Kör təbii şəkildə yaranmışdı. Təbiət hadisələrindən, vəhşi heyvanların hücumundan qorunmaq məqsədi ilə və daha rahat ovlamaq məqsədi ilə yaradılmışdır. Daimi deyildi, tez-tez dağılır, sonra yenidən yeniləri yaranırdı. Ulu icma qəbilə icması formalaşana qədər, yəni üst paleolitə qədər davam etmişdir. Bu dövrdə insanlar mənimsəmə təsərrüfatından istifadə edirdilər. Yəni, qışda meyvə, gilə meyvə qurtaranda əlverişli şərait qədim insanın yaşamaq uğrunda mübarizə aparmağa vadar edirdi. Nəticədə yeni bacarıqlara yiyələndilər. Məsələn, ilk əmək alətləri hazırlamaq, çaylardan balıq tutmaq, nəhəng heyvanları ovlamaq öyrəndilər.
Mənimsəmə təsərrüfatı yığıcılıq və ovçuluq, yəni təbiətdə hazır olanı mənimsəməklə əldə edilən məhsullardır. Ovçuluq insanları həm yeməklə, həm də geyimlə təmin edirdi. İnsanların təbiətin hazır məhsullarını mənimsirdilər. Belə təsərrüfat istehlak da adlandırılır. Orta paleolit dövrü, digər adıyla Mustiye mədəniyyəti, nə ilə yadda qaldı? Alt paleolit dövründən sonra, yəni 100 min il bundan əvvəldən başlayır və təqribən eramızdan 35 min il əvvələ qədər olan bir dövrü əhatə eləyib. Mustiye dövrü adlandırdıq, çünki Fransada yer adıdır. İlk dəfə oradan tapılmışdı. Yeni bir insan tipinin yaranmasıyla yadda qaldı. Neandertal insanın meydana gəlməsidir. Neandertal insan da əslində bacarıqlı insandır. Neander vadisindən Almaniyadan tapıldığına görə Neandertal insan adlanır. Bu dövrdə, yəni Orta Paleolit dövründə təbiət qüvvələrinə inamla bağlı dini təsəvvürlər və axirət dünyasına inam formalaşdı. Orta Paleolitdə insanlar artıq süni od əldə etməyi öyrəndilər. Nəticədə insanların sayı artdı, insan məskənləri çoxaldı, Azərbaycanın bir sıra bölgələrində artıq insanlar yayıldılar. Bunlar Qarabağda Azıq, Tağlar, Kəlbəcərdə Zar mağaraları, Qazaxda Daş Salahlı mağarası, Naxçıvanda Qazma kimi və sair mağaralarda yaşamağa başladılar. Bu dövrdə insanlar hələ də ulu icma şəklində yaşayır, yenə də tez-tez dağılan körtəbii şəkildə birliklərini davam etdirirdilər. Üst paleolit dövrü. Üst paleolit dövrü nə ilə yadda qalacaq? Birinci növbədə üst paleolit 35 min il bundan əvvəl başlayıb 12 min ilə qədər olan bir dövrə əhatə eləyir. Bu dövrdə iqlim mülayimləşməyə başladı. Bitki heyvanat aləmində xeyli dəyişikliklər baş verdi və insanlar mağaralarda, qazmalarda, yerüstü komalarda yaşayırlar. Ən əsas dəyişiklik ağıllı insanın, yəni Homo sapiens adlanan müasir insan tipinin yaranmasıdır. Və insanlar çayın bir tərəfindən digər sahilinə keçmək üçün sallar hazırladılar. Onlar artıq bir-birlərini işarələrlə, dodaq hərəkətləri ilə, əl hərəkətləri ilə başa salmağı bacarırlar. Ağıllı insanlar düz qamətdə yeriyirlər. Ağıllı insanın beyin həcmi Neandertalın beyin həcmindən 2 dəfə böyük idi. Onların artıq əmək fəaliyyətləri artır, şuur inkişaf eləyir, sadə nitq formalaşır. Əvvəlcə tək-tək səslərdən ibarət olan sadə nitq sonradan rabitəli nitqə çevriləcək. Bu dövrdə ulu icmanı qəbilə icması əvəz etdi. Ulu icmadan fərqli olaraq qəbilə icması insanların ana xətti yolu ilə qohumluğuna əsaslanırdı, daha möhkəmdir, daha mütəşəkkildir. Yaranma səbəbləri ulu icma və qəbilə icmasında eynidir. Heyvanlardan qorunmaq və daha rahat ov əldə etmək məqsədi ilə insanların birliyi yaranmışdı. Üst paleolit dövründə daş, sümük üzərində işlənmiş incəsənət nümunələri meydana gəldi və beləliklə üst paleolitdə mövzunu toparlasaq, ağıllı insan, nitq, qəbilə və ana xaqanlığının eyni zamanda ilk incəsənət nümunələrinin meydana gəlməsini görəcəyik. Mezolit dövrü, yaxud da Orta Daş dövrü. Bu dövr təqribən yaranmışdı 12 min il öncə və eradan əvvəl 8-ci min illiyə qədər olan dövrü əhatə edəcək. Bu dövrü biz Yonma daş dövrü də adlandıra bilərik. Mezolit dövründə insanlar hələ də qəbilə halında yaşamağa davam edirlər, mənimsəmə təsərrüfatı ilə məşğul olurlar. İnsanların həyatında ən böyük dəyişikliyi Mezolit dövründə ox və kamanın yaradılması ilə baş verdi. Ox kamanın yaradılması insanlar heyvanları daha uzaq məsafədən ovlayırlar. Belə ov daha təhlükəsizdir. Daha çox heyvan ovlayır, daha çox qida ehtiyatı əldə edirdilər. Nəticədə heyvanların əhliləşdirilməsi də məhz bundan sonra yarandı və ilk əhliləşən heyvan Mezolit dövründə it oldu. Beləliklə, ibtidai maldarlığın əsası qoyuldu və ilk əkinçilik vərdişləri də Mezolit dövründə yarandı. Bununla da insanlar mənimsəmə, yəni istehlak təsərrüfatından istehsal təsərrüfatına keçidi yaratmış oldular. Mezolit dövrü düşərgələrinə Qobustanda, Bakı yaxınlığında və Damcılıda, Qazax ərazisində yerləşən mağaralarda rast gəlinmişdir. Qobustan abidəsi Xəzər dənizinin sahillərində yerləşir. Mezolit dövründən başlanan həyat təqribən 10 min ildən artıq davam etmişdir. Mezolit dövründə buradan çaxmaq daşı, sümükdən düzəldilmiş müxtəlif əmək alətləri tapılmışdır. Mezolit dövründə insanlar artıq 4-5 kiloqram olan iri
daşlardan deyil, kiçik ölçülü mikrolit əmək alətlərindən istifadə etməyə başladılar. Bu dövrdə ovçuluq, balıqçılıq, yığıcılıqla məşğul olurdular. Sümükdən biz, ox ucları, balıq ovlamaq üçün müəyyən harpunlar, alətlərin hazırlanması davam edirdi. Qobustanda olan qayıq rəsmləri gəmiçiliyin tarixini araşdıran Norveç alimi Tur Heyerdalın marağına səbəb oldu və aparılan araşdırmalar nəticəsində o qərara gəldi ki, Azərbaycan gəmiçiliyi meydana gəldiyi ən qədim diyardır. Qobustan təsvirlərində nələr var? İnsanların ofsunları, totem inamları, dini ayinlər, of səhnələri var. Burada qadın, müxtəlif heyvan rəsmləri təsvir edilibdir. İbtidai incəsənətin, hansı ki üst paletdə yaranmış olan ibtidai incəsənətin xeyli inkişaf etdiyini göstərəcək bizə. Qobustan qəbirlərin içərisində məişət əşyaları tapılıbdır, bütlər tapılıbdır. Bu da ibadət edilən heykəllərin, yəni bütlərin mövcud olduğunu göstərir və dəfn zamanı ölülərin yanına cürbəcür məişət əşyaların qoyulması təbii ki, axirət dünyasına inamın başqa bir formada davam etdiyinin əsas göstəricisidir. Neolit dövrü və yaxud cilalı daş dövrü eradan əvvəl 8-ci minlikdən başlayır, təqribən 6-cı minliyə qədər olan dövrü əhatə edəcək. İnsanların həyatında çox böyük dəyişikliklər olduğuna görə bu dövrü inqilab adlandırırıq. Nələr var idi? Əhali oturaq həyata keçdi. İnsanlar əkinçilik və maldarlıqla məşğul olurdular. İstehsal təsərrüfatı istehlakı üstələdi. Ovçuluq və balıqçılıq hələ də əsas məşğuliyyət idi. Evlər dairəvi formada çiy kərpicdən inşa edilirdi. Dairəvi formada tikilməsinin məqsədi oda olan inancla əlaqədardır. Odun formasını, dairə formasını evlərə verirdi insanlar. İstehsal təsərrüfatı dediyimiz kimi artıq bu dövrdə tam formalaşmışdı. Alətlər yenə də çaxmaq daşından, obsidandan, yəni vulkanik şüşədən, dəvə gözündən hazırlanırdı. Bu dövrdə insanın həyatında ən böyük dəyişiklik toxanın meydana gəlməsidir. Təbii sərvətlərdən istifadə üsulları da bu dövrdə formalaşdı. İnsanlar daş alətləri cilalamağı, deşməyi öyrəndilər. Artıq saxsı qablar hazırlayırdılar. Dulusçuluq meydana gəldi. Dəri işləmə, toxuculuq meydana gəldi. Lakin toxuculuqda hələ bitki liflərindən istifadə edirdilər. Beləliklə, Neolit inqilabının ən əsas səbəbləri dulusçuluq, insanların daş əmək alətlərini cilalamağı, deşməyi öyrənməsi ilə sənətkarlığın meydana gəlməsi və təbii ki, toxuculuğun meydana gəlməsidir. Bu dövr abidələrinə Naxçıvanda, Qobustanda, Gəncədə, Qazaxda, Təbriz yaxınlığında rast gəlmişik. Ağcabədi rayonunda Kamiltəpə yaşayış yerindən aşkarlanıbdır, eyni zamanda Gəncə ətrafında aşkarlanıbdır. Tovuz rayonunda Göytəpə ərazisindən oraq tapılıbdır, o heyvanın çənə sümüyündən hazırlanmışdı və dediyimiz kimi toxa istifadə olunurdu ki, yeri şumlamaq üçün alətdir. Ucuna daş, sümük bərkidilmiş və tutacağı əyri ağacdan ibarət olan şumlama aləti idi ki, bu da artıq əkinçilikdə məhsuldarlığın artmasına səbəb olacaq. Sonraki dövrümüz, bayaqda dediyimiz kimi, deməli, metal dövrünə, daş dövründən metal dövrünə keçid dövrü hesab olunan eneolit dövrüdür. Bu dövr mis daş dövrü adlanır. Eradan əvvəl 6-cı minlikdən 4-cü minliyə qədər olan dövrləri əhatə eləyir. Eneolit dövründə insanların həyatında nələr dəyişdi? Bayaq dediyimiz kimi ilk dəfə metalla, yəni mislə tanış oldular. Lakin misdən istifadə geniş yayılmadı, çünki mis yumuşaqdır. Ondan hazırlanan alətlər tez sınırdı, əyilirdi. Həm də mis az tapılırdı. Bu səbəblərdən də daş əmək alətləri məişətdə, təsərrüfatda hələ də üstünlük təşkil edirdi. Yaşayış məskənləri çayların kənarında əkinçilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Binalar çiy kərpicdən, möhrədən, yenə də dairəvi planda inşa olunurdu. Belə evlərdə ailələr birgə yaşayırdılar, birgə yaşayış formalaşmışdı artıq və bu dövrdə ailələr ümumi məhsul bölgüsünə aldıqları pay hesabına dolanırdılar. Toxa əkinçiliyi, hansı ki Neolit dövründə yaranmışdı, bir sonraki dövrdə, yəni Eneolit dövründə inkişaf mərhələsinə başladı. Ovçuluq, balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi bu dövrdə. Qaramal və davar saxlanılırdı. Ev heyvanlarının artıq hamısı əhəlləşmişdi dövrümüzə məlum olan. Sonuncu əhəlləşən heyvan at, o eradan əvvəl 5-ci milliyə aid Cəllabad rayonunun Əliköməkdəpə yaşayış məskənindən tapılmış sümüklərə görə belə qərara gəldi alimlər.
Əhalinin həyatında bu dövrdə sənətkarlıq mühüm yer tuturdu. Sümükdən hazırlanan iyuculuqları, toxuculuqla məşğul olduğunu göstərir insanlarımızın. Evlərin döşəmələrinə həsr salınırdı. Ölülər yaşayış məskənlərində, evlərin içərisində, yaxud arasında bastırılırdı. Cəsədlərin üzərində qan rəmzi olan qırmızı boya, yaxud da oxra səpirdilər. Eneolit dövründə insanlar müxtəlif dini ayinlər, ufsu mərasimləri keçirir. Qobustandakı qayəsüz təsvirlərin bəziləri bu dövrün ofsun və dini mərasimlərini özündə əks etdirir. Eneolit dövründə qadınların mövqeyi hələ də möhkəmdir. Qadın nəslin yaradıcısı, ailə, qəbilə ocağını qoruyub saxlayan, bərəkət, əmin-amanlıq yaradan müqəddəs varlıq hesab edilirdi. Qadınların işi üst paleolitdən erkən tunç dövrünə qədər ana xaqanlığında uşaqlara baxmaq, odu qorumaq, giləmeyvə toplamaq və yeməyin hazırlanması idi. Eneolit dövrü məskənlərinə Gəncə Qazaxda, Milqarabağda, Muğan, Naxçıvan, Urmiya göl ətrafında, Təbriz yaxınlığında tədqiqatlar aparılaraq tapılmışdır. Nəhayət, biz tamamilə bir metal dövrünə keçəsiyik. Bu dövr erkən tunç dövrü və ya Azərbaycanda Kür-Araz ətrafından tapıldığına görə ən çox Kür-Araz mədəniyyəti adlanan bir dövrdür. Burada insanların həyatına böyük dəyişikliklər baş verəcək. İlk növbədə deməli, misə, nikel, mərgümüş, sürmə, qalay qatmaqla yeni bir metalı, yəni tuncu əldə etdi insanlar, bunu öyrəndilər. Misdən fərqli olaraq tunç əmək alətləri daha möhkəm idi, daha çox istifadəyə yararlı idi və tuncdan hazırlanan əmək alətlərin məhsuldarlığı daşa nisbətdə çox yaxşı idi. İnsanlar tuncdan əmək alətləri, silahlar, bəzək əşyaları, məişət əşyaları hazırlamağa başladılar və bildiyiniz kimi tunç dövrü də inkişaf səviyyəsinə görə 3 mərhələyə bölünəcək. Erkən, orta və son tunç dövrlərinə, erkən tunç dövrü eradan əvvəl 4-cü minilliyin ikinci yarısından başlayaraq eradan əvvəl 3-cü minilliyin sonuna qədər olan dövrü əhatə edəcək. Bu dövr Azərbaycanda, Qarabağda, Naxçıvanda, Xaçmaz, Qazax, Şəmkir, Qobustan və Urmiya ərazilərində tapılmışdır. İnsanların sayı artmış, əhali dağlıq, dağətəyi bölgələrdə yaşamağa başlamışdılar. Bu dövrdə birinci ictimai əmək bölgüsü baş verir, əkinçilik maldarlıqdan ayrılaraq müstəqil bir peşəyə çevrildi, təsərrüfatda kişilərin rolu artmağa başladı, ağır zəhmət tələb edən əmək, yəni xış əkinçiliyi meydana gəlməsi ön plana keçdi ki, bu da ana xaqanlığının süqutu, ata xaqanlığının yaranması ilə nəticələndi. Bayaq dediyimiz kimi, birinci ictimai əmək bölgüsü yarandı və insanlar, yəni əkinçilər maldarlardan ayrıldılar. Ayrılan maldarlar köçmə yaylaq maldarlığını meydana gətirdi, yarım köçmə həyat tərzinə keçdilər. Ayrılan əkinçilər də öz sahələrində dəyişiklik etdilər. İlk dəfə olaraq süni suvarma sistemi yarandı. Şumlama zamanı qoşqu heyvanlarını istifadə etməyə başladılar. Həmçinin taxılın biçilməsində tunc oraqlardan istifadə edildi. Beləliklə, tox əkinçiliyi də xış əkinçiliyi ilə əvəz olundu. İnsanların dəfn həyatında, yəni axıra dünyasına inamla yenidən dəyişikliklər baş verəcək. Bəzi qəbirlərin üzərində kurqanlar, yəni torpaq təpə qəbirlər yaradıldı. Ölü yandırma, kollektiv dəfn etmə adətləri meydana gəldi. Dini ayinlərin icrası ilə əlaqədar ilk ibadətgahlar Azərbaycanda məhz erkən tunç dövründə meydana gəldi. Bunlar Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda 1-ci Kültəpə Maxda kimi deməli ilk ibadətgahlar idi. Orta tunç dövrü və ya boyalı qablar mədəniyyəti. Bu dövr eradan əvvəl 3-cü minilliyin sonlarından başlayır, 2-ci minilliyin ortalarına qədər təqribən 600 ilə yaxın bir dövr davam etdi. Orta tunç dövründə nələr dəyişdi, niyə yeni bir mərhələ adlanacaq? Çünki ikinci ictimai əmək bölgüsü yarandı və sənətkarlar maldar və əkinçilərdən ayrılaraq sənətkarlığı müstəqil bir sahəyə çevirdilər. Və məhz müstəqil sahəyə çevrilməsi nəticəsində duluzçuluq da inkişaf elədi, boyalı qablar mədəniyyəti formalaşdı. Bu dövrdə Naxçıvanda, Milqarabağda duluzçuluq ocaqları mövcud idi. Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq kimi yeni təsərrüfat sahələri meydana gəldi. Mübadilə genişlənərək ticarətin yaranması məhz bu dövrdədir. Və bu erkən tunç dövründə yaranan tayfalar, hansılar ki qəbilələr birləşərək tayfaları meydana gətirmişdi, qohum qəbilələr. Orta tunç dövründə də yenə eyni dildə danışan qohum tayfalar birləşərək
tayfa ittifaqlarını meydana gətirdilər. Onlar ümumi mədəniyyətə malik idilər, eyni dildə danışırdılar, yaxud da bir dilin müxtəlif ləhcələrində danışıb, eyni tanrıya sitayiş edirdilər. Beləliklə, mövzunu toparlasaq, Orta Tunç dövründə meydana gələn yeni təsərrüfat sahələri olaraq bağçılıq, bostançılıq, üzümçülük və şərabçılığı deyəcəyik. İlk şəhər məskənləri məhz bu dövrdə yaranacaq. Qarabağda Üzərlik təpə, Naxçıvanda 2-ci Gültəpə, Oğlan qala, Urmiya göl ətrafında Göytəpə adlı yeni şəhər tipli yaşayış məskənləri məhz bu dövrdə meydana gəldi. Son Tunç və yaxud ilk Dəmir dövrü. Bu dövr ən çox bizdə Xocalı Gədəbəy, Talış Muğan ətrafından tapıldığına görə Xocalı Gədəbəy mədəniyyəti adlanır. Muğanda Uzuntəpə adlanan yerdə dəmir tiyələri, tunç dəstəkləri olan qılınclar tapılmışdı. Bu dövrdə müxtəlif müdafiə tipli tikililər, siklopik qalalar meydana gəldi. Siklopik qalalar Azərbaycanda Gədəbəy rayonunda Arıqdam kəndində rast gəlinmişdir. Süni suvarma sahəsində bağçılıq, bostançılıq inkişaf etmişdi. Atdan minik və qoşqu vasitələri, dəvədən minik vasitəsi kimi yük daşımada istifadə edirdi. Ata sitayiş başladı. Təsərrüfatda dəvədən də dediyimiz kimi geniş istifadə olunurdu. Bu dövrdə saxsı qabların istehsalında bir yenilik meydana gəldi. Ayaqla hərəkətə gətirilən dulu çarxları yarandı. Üçüncü ictimai əmək bölgüsünün baş verməsi nəticəsində sənətkar tacir qrupları meydana gəldi. Tacirlər hazır məhsulları mübadiləsində məşğul olan bir qrup idi. Bu dövr Qobustanda, Kəlbəcərdə, Abşeronda, qayalar üzərində Tunç dövrünə aid olan çoxlu təsviri sənət nümunələri aşkar edilmişdir. Son Tunç dövrü həm də piktoqrafik yazının meydana gəldiyi dövrdür. İnsanların, ölülərin yaşayış məntəqələrini artıq kənarda dəfn edirdilər. Bəzi qəbirlərin üzərində kurqanlar, yəni torpaq qəbirlər və katakombalar, daşqutu qəbirlərin hazırlanması davam edirdi. Yəni bu cür dəfn adətləri davam edirdi. Tayfa başçılarının hakimiyyətinin qüvvətlənməsi şəxslərin layihələşdirilməsinə gətirib çıxartdı və bu dövrdə tayfa başçılarına öləndən sonra da sitayiş olunurdu. Onların xatirəsini əbədiləşdirmək üçün qəbirlər üzərində kurqanlar salınırdı. Səma cisimlərinə, günəşə, aya, ulduza, oda, suya, dağa, meşələrə, heyvanlara inam geniş yayıldı. Azərbaycan tayfaları qədim şərq ölkələri ilə ticarət aparırdı. Qonşu ölkələrlə ticarət yalnız quru yolla aparılmırdı. Kür-Araz çayları, Xəzər dənizi vasitəsilə su yolları ilə də ticarət əlaqələri yaradılmışdı. Bunun sübutu əvvəldə dediyimiz kimi Qobustan qayalarında gəmi təsvirləridir. Xocalıdan tapılan, üzərində mixi yazı ilə Asturiya hökmdarı Adadnarin adı yazılmış muncuq Azərbaycanın Asturiya ilə əlaqələrini göstərir. Bundan başqa Naxçıvanda Astur tipli qalalar və şirəli qablar, boyalı qablar Asturiyanın əlaqələrin sübutudur. Dəmirin kəşfi ilə əkinçinin inkişafı daha da təkan verildi. 7-ci əsrdən, 14-cü əsrdə başlayan dəmir dövrü 7-ci əsrdə artıq dəmirin geniş inkişafı ilə davam edirdi. Son Tunç dövründə bəzək əşyaları, tunç bilərziklər, üzüklər, muncuqlar, saxsı məmulatları, qara, qırmızı rəngli qablar yaradılmışdı. Və yavaş-yavaş ibtidai icma quruluşu dağılmağa doğru gedirdi. Yavaş-yavaş tayfa başçılarının, hərbi başçılarının, kahinlərin əlində, varlı ailələrin əlində icmanın torpaqları, əkin sahələri və otlaqları cəmlənirdi. Biz bunu təbəqələşməni ən çox qəbir abidələrindən tapılan, deməli, tapıntılara əsasən deyə bilirik. Məsələn, varlı adamların dəfn olduğu qəbirlərin üzərində kurqanlar qurulurdu. Hündürlüyü əhatə etdiyi sahəsinə görə onun zənginliyi də hansı dərəcədə olduğu bilinirdi. Azərbaycanda bu cür kurqanlara Qarabağda Borsunlu, Sarıçoban, Xankəndi, Xocalı, Oğuz rayonunda Kərimli ərazisində rast gəlinmişdir. Kurqanların bu cür formada düzəldilməsi artıq mülki bərabərsizliyin dərinləşməsi, ibtidai icma cəmiyyətinin tamamilə dağılmasından xəbər verir. Bu dövrdə ağsaqqalların artıq tayfalar, iri tayfa ittifaqlarında əsas işləri torpaqların və əldə edilmiş var-dövlətin insanlar arasında, ailələr arasında bölünməsi idi. Nəticədə qonşuluq icması, hansı ki erkən Tunçdan başlayaraq yaransa da, burada artıq qonşuluq icmasına keçid tam başa çatdı. Bu dövrdə yəni son Tunç ilk Dəmir dövründə Azərbaycanın şimalında iri tayfa ittifaqları
yarandı. Hakimiyyət ayrı-ayrı nüfuzlu şəxslər əlində cəmləndi. Azərbaycan cənub əraziləri yaxın şərqin quldar dövlətləri ilə sıx əlaqədə olduğuna görə artıq eradan əvvəl 3-cü minillikdə ilk dövlət qurumlarının yaranması ilə yekunlaşdı. Ümid edirəm bu dərsin izahından sizin üçün kömək olacaq. Gələn dərslərdə görüşmək ümidi ilə çox sağ olun.